Bakının Qaradağ rayonunda 33 yaşlı qadın sevgilisi ilə münasibətdə olduğunu düşündüyü qadına xəsarət yetirib. Hadisə Lökbatan qəsəbəsində Cırtdan parkın yaxınlığında baş verib. İstintaqa görə 1993-cü il təvəllüdlü Almaz tanışı Zülfiyənin avtomobilinə daxil olaraq mübahisə zamanı onun sırğasından dartıb, diz nahiyəsinə zərbə vurub və müxtəlif bədən xəsarətləri yetirib. Almaz ifadəsində bildirib ki, sevgilisini Zülfiyənin avtomobilində görüb. Onun sözlərinə görə əvvəllər də Zülfiyəyə zəng edərək sevgilisindən uzaq durmasını tələb edib. Hadisə günü isə sevgilisinin avtomobildən düşməsindən sonra maşına minərək Zülfiyəni vurub. Zərər çəkmiş qadın isə Mahmudun onu atası ilə tanış etmək üçün Lökbatana gətirdiyini, parkın yaxınlığında söhbət etdikləri vaxt Almazın avtomobilə daxil olaraq ona hücum etdiyini bildirib. O təqsirləndirilən şəxslə barışmadığını və cəzalandırılmasını istədiyini deyib. Məhkəmə Almazın əməlindən peşman olmasını, 2 azyaşlı övladının olmasını nəzərə alaraq ona amnistiya aktı tətbiq edib, cinayət təqibinə xitam verib və onu cinayət məsuliyyətindən azad edib.